Suriyada baş verənlər, Suriya bilirsiniz ki, bir çox məzhəblərdən, etnik qruplardan ibarət bir ölkədir. Oranın hər zaman parçalanma ehtimalı vardı və hətta 1980-ci illərdə İsrailin bir proqramı var idi. O vaxt onun deməli, Yunon adlı bir strateg hazırlamışdı o planı. O plan nəyi nəzərdə tuturdu? O plana görə İsrailə yaxın ölkələr və İsrailə düşmən olan ölkələr, İsraillə mehriban olmayan, dost olmayan ölkələr parçalanmalıdırlar. Yəni bunlar güclü ölkələrdir. İsrail əgər onların əhatəsində qalarsa, bir müddətdən sonra tamamilə onların əsarətinə keçə bilər. Bu ölkələr belə sıradır. Onun tam mətni təbii ki, o açıqlanmadı, amma açıqlanan bəzi məqamlar var idi. O nə idi məqamlar? Əvvəla Suriyadan əvvəl İraq. İraq üç yerə parçalanmalıdır. Bugün həqiqətən də İraq üç yerə parçalanıbdır. Sünni, Şiə və Kürdlərdən ibarət bir dövlət şeylərə, yəni belə deyək, muxtar vilayətlərə parçalanıb və bu da o deməkdir ki, yaxın gələcəkdə bir müddətdən sonra onlar artıq parçalanacaqlar. Yəni bu artıq qaçınılmaz kimi görsənir. İkinci, Livan 5 yerə bölünməlidir. Siz təsəvvür eləyin, Livan bizim bu Qarabağdan balacadır. 20 min kvadrat kilometr cəmi ərazisi var Livanın. O Livanı belə, yəni 5 yerə parçalanmaq nəzərdə tutulurdu. Bunlardan biri verilməli idi dürzilərə, onlarda dürzilər vardı. Bir qismi verilməli idi şiələrə, sünnilərə və oradakı xristiyan yəni xalqlar var onlara. Yəni belə 5 yerə bölünməli idi. Eyni şəkildə, indi bizim əsas mövzumuz Suriyadır. Suriyada 4 və yaxud 5 yerə bölünməli idi. Bunun bir hissəsi verilməli idi Kürdlərə, yəni bunlar yaşayırlar Suriyanın o şimal şərqində, onlara verilməli idi. Hətta bütün o şimal hissəsini vermək istəyirdilər o Kürdlərə. Ona da Türkiyə mane oldu. Türkiyənin o çox böyük, ciddi bir dirənişi oldu. Bu təkcə özdə bu Ərdoğanın işi deyil, Ərdoğanın dirənişi deyil. Bilirsiniz ki, Hələb 1936-cı ildə o Suriyadan alınıb Türkiyəyə verildi. Yəni bu Atatürkün o ciddi, belə deyim, müqaviməti nəticəsində, ingilislərlə o müqaviməti, ingilislərlə mübahisəsi nəticəsində o Hələb deyirəm, o Hatay alındı. Hatay niyə alındı? Hatay həmən xəttin üzərində yerləşirdi. Həmən xətti faktiki olaraq kəsirdi. O, belə deyək, orada o şimaldan belə zolaq kimi Aralıq dənizinə çıxan xətti kəsirdi. Və o dövrdən indiyə qədər də o Suriyanın uğrunda Türkiyə öz mübarizəsini aparır. Suriyanı parçalanmağa qoymaq istəmir, Suriyanın bir vahid bir dövlət kimi olmasını istəyir və qəribədir ki, Suriyada da hakimiyyətdə olanların hamısı Suriyanın bölünməsinə çalışıblar. Yəni orada əsasən hakimiyyətdə olub Nusayirilər niyə hakimiyyətdə olub? Çünki Suriya əvvəl Osmanlıların torpağı olubdur. Osmanlılardan ayrılandan sonra ora fransızların əlinə keçib. Fransızlar da oranın azlıq qüvvələrini orduya gətirib, yəni oranın hakimiyyətini faktiki olaraq həmən azlıqların əlinə vermək istəyibdi və ordunu da veribdi Nusayirlilərə. Nusayirlilər elə bir qrupdur ki, orada heç kəslə yola getmirlər. Çünki onlar tamamilə fərqli düşüncəli insanlardılar, biraz şiədirlər, biraz Əlallahıdırlar, belə deyək, bizdə bir söz var, Əlallahı. Əlallahıdırlar, onlar heç kəslə yola getmirlər, nə sünni ilə, nə şiə ilə, nə kürdlə, çünki kürdlər də sünnüdür, nə dürzilər də fərqli bir inanışa baxmayaraq ki, yaxın bir inanışa malikdirlər. Onların heç birisinə yola getməyiblər və həmişə də özlərini repressiyaya uğrayan, baskılara məruz qalan, zülmə məruz qalan millət kimi başa düşüblər. Çünki o əsrlər boyu. Çünki onlar həqiqətən də o sünnilərin, belə deyək, baskıları ilə də qarşılaşıblar. Çünki Əlallahıdırlar. Adamlar Əliyə Allah deyirlər.